Salam, hörmətli tamaşaçılar. Bildiyiniz kimi Azərbaycan artıq böyük bir tədbirə yekun vurdu. Bu COP29 tədbiri idi. Dünyanın müxtəlif ölkələrindən, belə desək, dünyanın prezidentləri, eləcə də sahə ilə bağlı dövlət qurumlarının yüksək vəzifəli şəxsləri iştirak etdi və məhz biz bugün beynəlxalq hüquq sahəsində Maarifləndirmə və Tədqiqatlar İctimai Birliyinin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasında yaşıl enerji zonaları hüquqi dəyərləndirmə mövzusunda növbəti verilişimizi sizə təqdim edirik. Verilişimizin qonağı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında İctimai Şuranın sədri Amin Məmmədovdur. Amin müəllim, xoş gəlmişsiniz, xoş gördük sizi verilişimizdə. Xoş gördük. Çox sağ olun dəvətə görə. Amin müəllim, məlum məsələdir ki, COP29 kimi beynəlxalq bir tədbir artıq yekun vurulub. Ümumiyyətlə gözləntilər, bundan sonra bizi nələr gözləyir? Ümumiyyətlə hansı missiyalarımız var? İstərdim elə bu istiqamətdə başlayaq. Çox sağ olun. Deməli, ümumiyyətlə mən istərdim bu suala cavab verməzdən əvvəl COP29 tədbirinin Azərbaycanda keçirilməsinə necə nail olduq? Bu barədə bir qısa arayış verim. Çünki bildiyiniz kimi biz bunu qısa olaraq COP29 adlandıracaq da, tədbirin rəsmi adı BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflərinin görüşüdür. Yəni, bu konvensiya özü 1992-ci ildə deməli qəbul olunur və qəbul olunduqdan sonra da bu konvensiya demək olar ki, bugünə kimi dünyanın 190-dan çox ölkəsi tərəf çıxıbdır. Yəni, bu konvensiyanı qəbul edib və nəticə etibarilə bu konvensiya üzrə həmin 190-dan çox ölkənin üzərində öhdəlik var. Yəni, ümumilikdə dünyada gedən iqlim dəyişikliyi ilə mübarizə üzrə hər bir ölkə öz əlindən gələni etməlidir və bu prosesin özünün də monitorinqinə ehtiyac var idi. Yəni, 1995-ci ildən başlayaraq konvensiya tərəflərinin görüşü tədbir olaraq hər il keçirilməyə başladı və bu tədbirdə, bu görüşdə həmin görüş olan tarixə qədər bu istiqamətdə hər bir ölkə və ümumilikdə qlobal dünya ictimaiyyəti nələr edə bilib və bundan sonraki yaxın və orta müddətli perspektivdə də bu istiqamətdə hansı işlər görülməlidir. Bu məsələlər, mövzular müzakirə olunur və məlum oldu ki, 95-ci ildən də bugünə kimi 29-cu sessiya, 29-cu görüş, yəni 2024-cü ilin noyabr ayının 11-23-ü arası Azərbaycanda keçirildi və bunun da qərarı COP28 tədbirində, yəni 2023-cü ilin dekabr ayında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən tərəflərin görüşündə, yəni COP28-də 150-dən çox ölkənin deməli, səs vermədə Azərbaycanın lehinə səs verməsi ilə birmənalı şəkildə bu tədbirin Azərbaycanda keçirilməsi qlobal ictimaiyyət tərəfindən dəstəkləndi və hətta o dərəcədə uğurlu oldu ki, Ermənistan baxmayaraq ki, bizimlə yaxın müddətə qədər münaqişədə olan bir ölkə olsa da, öz namizədliyini bir Azərbaycanın xeyrinə geri götürdü və Azərbaycanda bu tədbirin keçirilməsinə Ermənistan da etiraz etmədi və nəticə etibarilə bizim cəmi bu tədbiri keçirməyə inzibati və logistik baxımdan 11 ayımız qalmışdı və hökumət tərəfindən artıq ölkə başçısının sərəncamı ilə təşkilat komitəsi təsis edildi və prezident administrasiyasının rəhbəri Samir Müəllim Nuriyev komitənin sədri kimi bu prosesə rəhbərlik etdi və burada bütün dövlət qurumlarının rəhbərləri, demək olar ki, bir çox əlaqəli dövlət qurumlarının rəhbərləri burada üzvü idi komissiyada və eyni zamanda vətəndaş cəmiyyətinin də təmsilçiləri var idi. Və deməli, təşkilat komitəsində həmçinin vətəndaş cəmiyyəti üzvləri də burada təmsil edilirdi və nəticədə noyabr ayında 2 həftədən çox müddət ərzində bu tədbir yüksək səviyyədə təşkil edildi. Tədbirə 76 min insan dünyadan qeydiyyatdan keçmişdi. Onun da əksər hissəsi Azərbaycana təşrif buyurdu. Yəni, burada 76 min adamın eyni vaxtda Azərbaycanda olmasından söhbət getmirdi. Yəni, onun bir hissəsi deyək ki, tədbirin ilk günlərində iştirak etdi. Digər hissəsi
tədbirin ortasında, digər hissəsi axıra yaxın gəldi. Müəyyən hissəsi bütün 2 həftə ərzində burada oldu. Yəni təmsil etdiyi qurumdan asılı olaraq hansı dövlət qurumunu təmsil edənlər daha çox qaldılar. Özəl sektoru və ya da vətəndaş cəmiyyətini təmsil edənlər 2 həftənin hamısını deyil, bir neçə gününü burada iştirak etdilər. Amma istənilən halda iştirak çox yüksək səviyyədə idi və bunun nəticəsində Azərbaycan artıq dünyaya özünü fərqli imicdə təqdim etmə imkanı qazandı. Çünki təəssüf ki, Azərbaycanı dünyada bir çox ölkələrdə neft, qaz hasil edən və ixrac edən bir ölkə kimi tanıyırdılar. Bu nöqtə nəzərdə ilə ki, COP-un Azərbaycana keçirilməsi məqbul güya hesab etmirdilər. Bəziləri bunu istifadə etdi ki, COP belə deyək də burada daha belə deyək də az belə deyək nüfuza malik olsun. Burada keçirilməsi, Azərbaycanda keçirilməsi COP-un buna diqqəti yayındırmaq məqsədilə və yaxud da hətta təəssüf ki, Azərbaycana bir qədər düşmənçiliklə yanaşan qruplar var ki, onlar hətta belə deyək də qara PR məqsədi ilə bunu istifadə etdilər. Elə əslində növbəti sualım da ondan bağlı olacaqdı. Məsələn, siz orada qeyd edirsiniz ki, bəs düzdür, Ermənistan Azərbaycanın xeyrinə missiya irəli sürür. Amma buna baxmayaraq COP tədbirləri zamanı onlar yenə də məkilli planlarından əl çəkmədilər. Müəyyən qədər təzyiqlər, yəni ki, belə deyək də uğurlu başa çatmasın deyə. Xüsusən də məsələn biz Fransanı burada gördük. Eləcə də qərb meylli dövlətləri, Ermənistana havadarlıq edən ölkələri gördük ki, müəyyən qədər belə deyək də yanlış dezinformasiya dünya mətbuatına verməklə və yaxud da müəyyən bir çağırışla sanki COP-u boykot etməyə. Düzdür, buna nail ola bilmədilər. Amma elə sual ilə onunla bağlıdır. Ümumiyyətlə bunlar məqsəd məlumdur, amma məram məlum deyil. İstərdim də bu barədə danışasınız. Bilirsiniz, məsələ ondadır ki, Azərbaycan cəmi 30 ildən bir qədər çox müstəqillik əldə etmiş dövlət və biz hamımız xatırlayırıq ki, baxmayaraq ki, həmin illər uşaqlıq və gənclik dövrümüz idi, amma çox ağır bir sınaqlardan keçmişik, yəni dövlət olaraq. Yəni keçmiş SSR dağıldıqdan sonra Azərbaycan müstəqilliyini əldə edəndə artıq müstəqilliyimizi biz qonşu ölkə ilə münaqişə ilə başladıq və o münaqişədə də qonşu ölkəyə böyük dəstək verən bir qüvvə var idi və bizim üçün bu müharibəndə qələbə qazanmaq da çətin idi və nəticədə torpaqlarımız işğal olundu. Amma Azərbaycanın eyni zamanda mən deyərdim ki, Allah Taala tərəfindən xilas edilməsi Ulu Öndərin hakimiyyətə gəlməsi ilə əlaqədar idi. Yəni Ulu Öndər Naxçıvandan Azərbaycana gəldi və bugün biz Qurtuluş kimi qeyd etdiyimiz iyun ayında və ölkədə belə deyək də baş verən xaosu tənzimlədi və atəşkəsi bağlamaqla həm belə deyək də itkilərimizin azalmasına töhfə vermiş oldu. Amma eyni zamanda dövlətin güclənməsi və ordu quruculuğuna diqqəti yönəltdi və həmçinin 94-cü ildə məşhur əsrin kontraktı adlanan, əsrin müqaviləsi adlanan müqavilə ilə Azərbaycanın karbohidrogen yataqlarındakı təbii sərvətlərinin qərb ölkələrinə ixracı başladı və buradan gələn gəlirlərlə də onun layiqli davamçısı cənab prezident İlham Əliyevin dövründə də 2003-cü ildən başlayaraq bu siyasət daha da genişləndirilmiş şəkildə davam etdi. Və nəticə etibarilə biz dünyada mən deyərdim ki, heç bir ölkənin edə bilməyəcəyi bir işi gördük. Yəni, hamı BMT-nin Təhlükəsizlik Şurası və digər qurumlarına ümid bağlasa da öz problemlərinin həllində biz 27 il gözlədikdən sonra heç bir nəticəni görməyəndə öz əskərimizin, ordumuzun hesabına öz suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik. Yəni, bu özü o siz dediyiniz havadarlar olsun, ermənidən çox erməni olmaq istəyənlər olsun, onların həzm edə bilmədiyi bir məsələ idi və onda da Azərbaycanın qarşısını ala bilmədiklərinə görə Azərbaycanın növbəti uğuru olan, yəni iqlim dəyişikliyi ilə mübarizə sahəsində ən böyük və mötəbər tədbiri öz paytaxtına gətirməsi kimi bir faktdır. Onlar normal qarşılaya bilmədilər və burada əllərindən gələn, belə deyək, onların düşüncəsində
maniyəni pisliyə etməyə çalışdılar, amma hamısı özlərinə qaldı. Yəni, nəticə etibarilə sizin elə ilk sualınızda Azərbaycana bu nə vəd edir, başladır, sualı elə qoydunuz və mən də niyə görə məsələnin bir qədər əvvəlinə, tarixçəsinə toxundum ki, biz burada nələr bizə vəd edir deməmişdən əvvəl, biz hətta bu, belə də qeyri-mümkün, mən deyərdim, nailiyyəti necə əldə etdik? Yəni, burada mütləq şəkildə qeyd etməliyik ki, Azərbaycan qoşulmama hərəkatına 3 il sədrlik etdi və cənab prezidentin apardığı mahir diplomatiya, yəni xarici siyasətimizdəki uğurlar, bütün bu qoşulmama hərəkatındakı olan ölkələrlə qurulmuş yüksək səviyyəli münasibətlər, dost münasibətlər Azərbaycana dünyadakı ictimai dəstəyi, siyasi dəstəyi qazanmağa imkan yaratdı və həmin o dəstəyin sayəsində hamı Azərbaycanı bu cür tədbiri keçirməyə, baxmayaraq ki, müstəqilliyini yeni əldə etmiş demək olar ki, yəni gənc bir dövlət olmasına baxmayaraq layiq bildilər və inzibati və logistik baxımdan, təşkilatı baxımdan da biz sübut etdik ki, istənilən inkişaf etmiş ölkədən qat-qat yaxşı səviyyədə biz bunu təşkil edə bilərik və etdik. Yəni, istər Azərbaycan gənclərinin orada könüllü kimi cəlb olunub işləməyindən və fəaliyyət göstərməyindən tutmuş, Azərbaycanın dövlət qurumları, özəl sektoru, vətəndaş cəmiyyətinin burada fəal iştirakına qədər. Bunlar hamısı öz rolunu oynadı və buradan gedən o dediyim 10 minlərlə iştirakçı hamısı hər baxımdan məmnun getdi. İstər təhlükəsizliklərinin təmin edilməsi, yəni həmin qonaqları mən bir misal kimi deyim ki, gecə saat 3-də, 4-də də mən küçədə görürdüm. Çünki onlar bir çoxu başa düşmür ki, necə də paytaxtın istənilən yerində, gecənin istənilən saatında sərbəst gəzmək olar və heç kim sənə heç gəlib belə yaxınlaşıb soruşan da deyil ki, yəni kimsən və nə edirsən. Yəni, bu hamısı ölkədəki siyasi stabilliyin nəticəsidir ki, yəni bu cür tədbiri keçirmək üçün sənə etimad göstərilməlidir və o etimad da o dövlətlər tərəfindən göstərildi və gələcəyə də bizə bu əslində çox şey vəd edir. Yəni, artıq Azərbaycanın COP29 tədbirindən sonra biraz da fərqli ampulada tanıyırlar dünya ictimaiyyəti. Çünki bizi, məsələn, buna qədər belə deyək də, öz neft-qaz ehtiyatlarımızı ixrac etməklə, belə deyək də, öz yaşayışımızı təmin edən, iqtisadiyyatımızı inkişaf etdirən bir ölkə kimi ancaq tanıyırdılarsa, COP29-da onlar Azərbaycanın həm də bərpa olunan enerji və ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə sahəsində necə işlər, möhtəşəm və böyük işlər görməyinin şahidi oldu. Yəni, istər Azərbaycanın ərazisində yaşıllıq ərazilərinin çoxaldılması, bildiyiniz kimi iqlim dəyişikliyi ilə mübarizədə birinci faktor odur. Yəni, iqlim dəyişikliyi səhralaşmaya gətirir, çıxarır və səhralaşma ilə mübarizə üçün də sən ərazinin çox hissəsini yaşıllaşdırmalısan. Bundan başqa su ehtiyatlarını düzgün və rasional idarə etməlisən. Bundan əlavə, belə deyək də, atmosferə zərərli tullantıların atılmasına səbəb olan deməli, karbon qazının buraxılmasının qarşısını almaq üçün ənənəvi enerji mənbələri olan neft qazdan az istifadə etməlisən. Yəni, əgər təbiət imkan verirsə, yəni külək və günəş enerjisi potensialı varsa, bunlardan istifadə etməsəm, Azərbaycanın bu potensialdan necə məharətlə istifadə etdiyinin hamısı şahid oldu və anladılar ki, artıq Azərbaycanın yeni imici yalnız neft-qaz ixracı ilə bağlı deyil, həmçinin yeni alternativ və bərpa olan enerjilərin inkişaf etdirilməsi və iqlim dəyişikliyi ilə mübarizəyə Qafqaza və regionuna da və dünyaya da böyük töhfə verilməsi ilə əlaqəlidir. Ümumiyyətlə, siz bərpa olunan enerjilərdən danışdınız. Bəs bunun üçün hansı addımlar atılmalıdır ölkəmizdə ki, bərpa olunan enerji mənbələri daha da inkişaf edəsin? Addımların atılmasından öncə bunun üçün potensial olmalıdır. Yəni, məsələn... Ümumiyyətlə, bu sahədə hansı işlər görülüb faktiki olaraq? Aydın məsələdir. Yəni, potensialın olması ilə hər şey başlayır. Yəni, məsələn, biz bunu Avropanın, kontinental Avropanın şimal hissəsində yerləşən ölkələrdə bunu inkişaf etdirmək çətindir. Nə qədər hətta maliyyə vəsaiti çox olsa da. Yəni, burada əsas faktor, məsələn, günəş enerjisini
istifadə etmək istəyirsənsə, günəşli günlərin sayı məsələn vacib şərtdir ki, Azərbaycanda bu baxımdan məsələn Böyük və Kiçik Qafqaz dağları ilə yanaşı, eyni zamanda Kür-Araz ovalığında, hətta qışı belə nisbətən mülayim keçən, yəni qışda belə günəşli günlərin sayı çox olan ərazisi var Azərbaycanın. Və bu ərazi imkan verir ki, günəş panellərinin burada geniş şəkildə tətbiqini həyata keçirə bilək. Eyni zamanda dağlıq ərazidə və Xəzər dənizi sahilində külək enerji potensialı və küləyin olması bu külək turbinlərinin quraşdırılması və lazımi enerjini əldə etməyə imkan yaratmasıdır. Bu potensialı təbiət verdikdən sonra artıq məsələ gəlir investisiya, sərmayə qoyulması və bunun düzgün idarə edilməsinə ki, bununla bağlı o işlər bu hissədə görülür. Məsələn, investisiyadan danışırıqsa, Azərbaycan dünyanın bu sahədə ən məşhur şirkətlərindən olan Aqua Power, Mastar şirkətini Azərbaycana dəvət edib investor kimi cəlb edə bilmişik. Yəni, Cənab Prezidentin apardığı səmərəli siyasət, iqtisadi siyasət nəticəsində, bayaq qeyd etdiyim kimi, yəni siyasi sabitlik nəticəsində bu investorlar əminliklə Azərbaycana gəlib yatırım etməyə razı oldular və məhz bu sahəyə yatırım etdilər. Baxmayaraq ki, bu sahədə eyni zamanda risklər də mövcud olur. Amma bir 100 milyonlarla dollar vəsait artıq son bir neçə ildə bu sahəyə yatırılıb və artıq öz səmərəsini vermiş sayılır və bununla yanaşı Azərbaycanda bu sahədə fəaliyyət göstərən artıq dövlət qurumu da təsis edilib. Məsələn, Energetika Nazirliyinin tabesində alternativ və baypaq olan enerji üzrə agentlik də var. Məsələn, eyni zamanda bununla bağlı müxtəlif necə deyim, özəl şirkətlər də fəaliyyət göstərir, məsləhətçi şirkətlər də var. Həmçinin kadr hazırlığı sahəsində də böyük işlər görülür. Yəni, bunlar hamısı xidmət edir ki, gələcəkdə bu sahə biraz da böyüsün və genişlənsin və çünki Azərbaycan artıq COP29-dan təqribən 2-yə 3 il əvvəl, səhv etmirəmsə COP26-da öhdəlik götürdü ki, öz gələcəkdə öz enerji təminatının yarıya qədərini alternativ bərpa olunan enerjinin hesabına təmin edəcək və bunun da həyata keçirmək üçün o sərmayələr də vacib rol oynayır və eyni zamanda bu sahədə elmi tədqiqatların aparılması və həmçinin mütəxəssislərin yetişdirilməsi vacibdir ki, bu işlər də artıq görülür və öz nəticəsini göstərir. Siz həmçinin yaşıl iqtisadiyyatdan danışdınız. Ümumiyyətlə, yaşıl iqtisadiyyat tətbiq etmək üçün hansı proqramları daha vacib hesab edirsiniz? Yaşıl iqtisadiyyat çox şaxəli bir sahədir. Yəni, yaşıl iqtisadiyyat deyəndə biz elə bir iqtisadiyyatdan danışırıq ki, onun ətraf mühitə təsiri minimum olsun. Yəni, burada həm təbii sərvətlərdən istifadə edərkən onları elə istifadə etmək ki, gələcək nəsillərə də bu sərvətlər qalsın və eyni zamanda bu təbii sərvətlərdən istifadə etməklə, iqtisadiyyatı inkişaf etdirməklə ətraf mühitin qorunmasına da xidmət etmək mümkün olsun. Yəni, istənilən fəaliyyət, bilirsiniz ki, inkişaf artıq bizim təbiətimizə və ətraf mühitimizə təsir edir. Hətta infrastrukturumuzu biz belə inkişaf etdiriksə, yollar çəkiriksə, şəhərlər salırıqsa, qəsəbələr salırıqsa, insanlar ora köçürsə, bu insanın məişət və iqtisadi fəaliyyəti artıq ətrafa öz təsirini göstərir təbiətə, flora, faunadan tutmuş, havaya kimi, torpağa kimi, suya kimi, hamısının öz təsirini göstərir. Biz sadəcə burada təsirləri minimuma endirmək və yumşaltmaq üzərində düşünməliyik və o baxımdan da biz bunlara nail olduqca biz artıq yaşıl iqtisadiyyata elə keçmiş hesab edirik. Məsələn, adicə şəhər həyatı ki, yaşayırıq, orada məsələn, sənət dövriyyəsində kağız istifadəsini azaltmaq özü nə qədər ağacın ömrünü uzatmaq deməkdir. Yəni, biz artıq elektron sənət dövriyyəsi ilə printerdən nə qədər az kağız çıxardıb istifadə edirsə, deməli, ağacların qorunmasına xidmət edir. Eyni zamanda digər məsələlər deyək ki, tullantıları götürsə, məişət tullantıları. Məişət tullantılarını biz yenidən istifadəyə cəlb edə bilsək, təkrar istifadəyə, biz artıq yaşıl iqtisadiyyata keçiddə bir növbəti töhfəni vermiş oluruq. Və bunun kimi də bir çox başqa
işlərimiz, məsələn, bərpa olunan enerjidən istifadə ediriksə, ətraf mühitə, atmosferə atılan qazların qarşısını almış oluruq və bununla da biz artıq yaşıl iqtisadiyyatın geniş fürsət almasına nail olmuş oluruq. Düşünürəm ki, urbanizasiya və sənayeləşmə də müəyyən qədər təbiətə mənfi təsirlərin göstərir və istərəm elə məhz bu mənfi təsirlərdən həmçinin bunun qarşısını almaq üçün, düzdür, tam olaraq qarşısını almaq mümkün deyil, heç olmasa minimuma endirmək üçün hansı tədbirləri vacib hesab edirsiniz? Urbanizasiya qlobal olaraq gedən bir prosesdir və təəssüf ki, bu proses də istənilən regionun təbiətinə öz təsirini göstərir. Sadəcə bu urbanizasiyanın düzgün və ağıllı formada idarə olunması və tənzimlənməsinə ehtiyac var ki, Azərbaycan da bu istiqamətdə dünyanın ən yaxşı təcrübəsini öyrənir. Məsələn, urbanizasiya daha çox şəhər salma ilə bağlı bir sahə olduğuna görə, məsələn, Azərbaycanda bugün artıq şəhər salmaya və arxitekturaya cavabdeh bir dövlət qurumu var və o dövlət qurumu artıq üzərinə düşən vəzifəni icra edir və şəhərlərimizin baş planlarının tərtib olunmasında mütləq şəkildə yaşıllıq ərazilərinin çox olmasına və o yaşıllıq ərazilərinin abadlaşdırılması və düzgün şəkildə yaradılmasını artıq Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimləyir və nəticədə biz istənilən, belə deyək də, sahibkara hansısa bir ərazini vermiş oluruqsa, tikinti üçün fərqi yoxdur. İstər sənaye müəssisəsi tiksin, istər yaşayış binaları tiksin. Qanunvericilik də artıq o sahibkardan həmin ərazinin ən az 25-30%-nin yaşıllığı ilə örtməsini tələb edirik. Bunu artıq sahibkar üzərinə öhdəlik kimi götürürsə, yəni dama-dama göl olur. Yəni hərə öz sahəsində 25% yaşıllıq yaratsa, o ümumilikdə şəhərin çox ərazisinin yaşıllaşdırılmasına töhfə vermiş olacaq və eyni zamanda biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi özü və digər əlaqədar qurumlar ölkədə kütləvi şəkildə yaşıllıqların çoxaldılması üçün, yəni ağacların çox əkilməsi üçün öz üzərinə düşən vəzifələri icra edir. Məsələn, məlum olduğu kimi, məsələn, işğaldan azad edilmiş ərazilərimizdə 10 minlərlə hektar ərazi təəssüf ki, yaşıllıq ərazisi məhv edildi. Meşələrimiz qırıldı, məhv edildi. Onu biz yenidən gələcəkdə bərpa etməliyik. Gələcək nəsillər üçün, ora geri qayıdan keçmiş məcburi köçkünlərimiz üçün. Və əlbəttə ki, birinci minanı təmizləməliyik oradan. Ondan sonra orada onların belə deyək də, sağlam yaşayışını təmin etmək üçün biz oranı yenidən yaşıllaşdırmalıyıq və bunun üçün də məsələn qardaş Türkiyənin deməli Tarım və Orman Bakanlığı, yəni Meşə və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Cəbrayılda tinkçilik mərkəzi salınıb və orada istehsal edilən tinklərlə Qarabağ regionunun böyük bir əraziləri, hektarlarla ərazisi yenidən yaşıllaşdırılacaq və bu yaşıllaşdırma işləri özü məsələn dövlətin bu urbanizasiyanın mənfi təsirlərinin azaldılması istiqamətində gördüyü mühüm işlərdir. Yəni, və bu kimi lokal işlər də var. Özümüz də izləyirsinizsə, siz media, vətəndaş cəmiyyəti bu ağac əkmə kampanyalarında fəal cəlb edirik. Son vaxtlar daha da artıq. Bəli, yəni milyonlarla ağac, məsələn 2024-cü ilə artıq bir 5 milyondan çox ağacın əkilməsi hədəf qoyulmuşsa, o hədəfə də biz nail ola bildik və Yaşıl Dünya naminə həmrəylik ili Cənab Prezidenti tərəfindən 2024-cü il elan edildi və buna bütün ölkənin bütün qurumları səfərbər oldu və biz bu hədəfi qarşımıza qoyduq və bu 5 milyon ağacı əkdik. Yəni, bu özü ölkəmizin yaşıllaşdırmasına böyük bir töhfədir və bu cür təşəbbüslər növbəti illərdə də həmişə davam edəcək və biz ərazimizi daha da yaşıllaşdıracağıq və bu da urbanizasiyanın təsirlərini bir növ kompensasiya etmiş olacaq. Amir müəllim, verilişimizin sonuna gəlirik və mən sonda istərdim ki, düşünürəm ki, hər bir sahədə təbliğat vacibdir. Hətta təbliğat yox, bəzən təşviqat da lazımdır. Baxın, yaşıllıqların artırılması, elə biz urbanizasiyadan danışdıq, sənədləşmədən danışdıq, ümumiyyətlə təbiətimizin qorunması, yəni iqlim dəyişikliyi ilə bağlı ciddi mübarizə tədbirləri üçün təhsil sahəsində, elm sahəsində, ümumiyyətlə bu sahənin üzərinə nələr düşür? Burada
belə dedik, insan potensialının inkişaf etdirilməsi çox vacibdir. Yəni daha çox məsələn təbliğat mən düşünürəm ki, bu sahədən daha rahat. Çünki bağça, məktəb, ali təhsil və digər təhsil, yəni təbliğatın bir parçası kimi nələr düşür? Yəni bu siz qeyd etdiyiniz məqamlar hamısı ümumilikdə belə deyək də ekoloji təfəkkürə malik olan bir vətəndaşın yetişdirilməsinə xidmət edir. Yəni elə dediyiniz kimi bağçadan, məktəbdən artıq biz yeni nəslə aşılamalıyıq ki, təbiət sənə lazımdır. Sənin sağlamlığın o təbiətin yaxşı durumda olmasından asılıdırsa, onu artıq o təbiətə sevgini bu böyüyən nəslə öyrətməliyik. Yəni o ağacları qorumaq, ona su verməyi öyrənmək, suvarmağı, onları sulamağı öyrənmək. Hətta vəhşi təbiəti, məsələn, heyvanları, ev heyvanı olsun, vəhşi heyvan olsun, onları qorumaq. Çünki artıq təsəvvür edin ki, elə heyvan növləri var ki, bir neçə 10 illikdən sonra doğulan uşaqlar onları canlı heç görməyə də bilər. Onlar qırmızı kitaba düşür. Amma o uşaq vaxtından vətəndaş artıq elə ovçuluq etmək, hamısını qabağına çıxan heyvanı öldürmək düşüncəsində yetişərsə, əlbəttə biz o heyvanların nəslinin kəsilməsinə səbəb olacaq. Amma bunu necə deyək də norma çərçivəsində etsək, onda biz artıq həm öz tələbimizi də ödəyə bilərik. Yəni heyvanların əlbəttə ki, bizə qidada da, digər ehtiyaclarımıza da o heyvanların rolu var. Amma eyni zamanda o heyvanların çoxalmasına, onun populyasiyalarının itməməsinə də səbəb ola bilər. Yəni burada həmçinin heyvanlara olan münasibət çox vacibdir. Məsələn, bitkilərə olan münasibət olsun. Məsələn, meşə yanğınları bilirsiniz, dünyada çox baş verir. İqlim dəyişikliyinin təsirlərindən biridir. Bu meşə yanğınları çox vaxt nədən baş verir? Gedirlər piknikə, biraz od qalıyırlar, nəysə orada bişirirlər, gedəndə onu söndürmürlər. O da alışdırır, bütün meşəni yandır. Yəni bunlara artıq insan düşünsə, maariflənmiş insan, savadlı insan. Bunları etməz. Bunu etməz və bu etməməklə də artıq təbiəti elə qorumuş olarıq. Yəni o baxımdan birinci elmi tədqiqatdan əvvəl bir ekoloji mədəniyyəti formalaşdırmalıyıq. Yəni o ekoloji tərbiyə ilə biz böyütməliyik cəmiyyətimizi. Sonra artıq bəli, elmi tədqiqatlar da aparaq, ekologiya sahəsində gənclərimiz kəşflər də eləsinlər, ekologiyanın, ətraf mühitin təmizlənməsi üçün elmi yeniliklər də gətirək. Bu artıq asılı olacaq bizim o cənab prezidentin də həmişə dediyi kimi neft kapitalını insan kapitalına çevirməyimizdən. Yəni bunun üzrə də iş görülür. Bildiyiniz kimi Azərbaycan dövlət olaraq stipendiya proqramları da yaradıb və gənclərimiz xaricdə gedib dövlət hesabına təhsil alır, gəlir, vətəninə də xidmət edir və bütün sahələrin inkişafına öz töhfəsini verir. Amir müəllim, çox təşəkkür edirəm. Vacib bir mövzuyla bağlı gəldiniz və efrimizin qonağı oldunuz. Sağ olun, çox sağ olun. Hörmətli tamaşaçılar, bəli, Amir müəllim də qeyd etdiyi kimi hər şey nöqtədən və zərrədən başlayır. Ağaca su vermək, ağac əkmək, heyvanları qorumaq, bitkiləri qorumaq və bütün bunlar ümumilikdə təbiətin qorunması deməkdir. Hərəmiz öz üzərimizə düşən missiyanı yerinə yetirməklə təbiətimizi qoruya bilərik. Sağ olun, növbəti layihələrdə görüşmək ümidi ilə.